Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Biz şəhidlərə borcluyuq, şəhid alana borcluyuq. Biz də bu şəhidlərlə bərabər bu döyüş mövqelərini keçmişik. 44 günə sentyabrın 27-sindən axıra qədər iştirak eləmişik. Çoxlu qardaşlarımız da yanımızda şəhid olub, yaralı olub. Bugünkü günə qədər torpaqlarımız işğaldan azad olub. Biz yəni həm sevinirik, həm də kədərləndik şəhid qardaşlarımız olmadığına görə. Allah xalqımızı qorusun. Qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynləri, yaxınları qarşısında baş əyirik. Cavid kimi qəhrəmanlarla bir ömür fəxr edəcəyik. Əmi də belə danışdı. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, bu şəhidlərimiz hər zaman yaşayacaq. Onlar bu ölkənin, bu dövlətin suverenliyi üçün öz qanlarından, canlarından keçirlər. Böyük, belə deyim, içkidir hər birimiz üçün. Ancaq şəhadətə ucalırlar. Biz həmçində burada qazi qardaşlarımızla iştirak edirlər. Cavidin böyük yoldaşlarıdır. Çox ağrılıdır bu mənzərə. Ancaq həmçində qürurludur. Allah sizləri var eləsin. Allah qazilərimizə can sağlığı versin. Bugün görürük ki, bir izdiham burada iştirak edir. Bu bir daha göstərir ki, Azərbaycan xalqı öz igidlərinə, öz qəhrəmanlarına dəyər, qiymət verəcəklər. Onları hər zaman yaşayacaqlar. Allah rəhmət eləsin. Buyur qardaş. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Cavid ilə bir yerdə olmuşuq, bir il. Döyüş yollarımız onu başqa olur. Keçələrə Cavidə öz mülki maşınımla gedəndə Cavid gedəylər, aynı mən boş maşın gedirəm. Orada mən çıxışlı kimi idim. Dedim gedərək, gedəcəm. Oldu gedəmədim. Biz döyüş yollarımız bunlardan ayrı düşdü. Biz başqa 706 tərəfə verdik, bunlardan 700 tərəfə. O döyüş yollarımız ayrı oldu. Çox gözəl xidmət, nümunəvi əsgər idi. Nə qədər orada tanrılar gözü xarab olanda, heç dəfə də bizim də işimiz düşdü bunlara. Göllərimiz vardı. Bunlardan nümunəvi əsgər idi. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Natiq buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Bugünkü günlər ağır günlərdir. Yəni qazilər bilir, şəhid ataları, valideyn, övlad həsrətinə çəkirlər. Amma biz bugünkü gündə, mən də danışmış olalım, bugünkü gün hər dəqiqənin məsəl üçün bir hökmü var da, yəni hər günün biz üçün bir hökmü var. Yəni onu xatırlayanda, yəni özümüzə çox çətin məsələdir həmən üçün. Allah bir də bizim Azərbaycan ordusuna, Azərbaycan xalqına müharibə ilə göstərməsin. Allah valideynlərinə səbir versin. Biz deyirik, səbir versin. Hər şeyi bir gün, mən özüm də üzr istəyən böyüklərdən, mən özüm də valideyn, öz övladım, özüm müqayisə eləyəndə çox çətin məsələdir. Hələ təsəvvür edən, onun bizim şəhid ataları, şəhid anaları, onun övladları nələr çəkir. Allah onlara səbir mühakiməsini inşallah. Heç vaxt bir də Allah müharibə göstərməsin bizə. Məsəl üçün, bəxtlərə Ağsaqqal qeyd elədi ki, şəhid unudulmaz. Bəli, heç vaxt biz unutmayacağıq, şəhidi bilən unutmayacaq. Bugünkü mən buradayım, bu kənd cəmaatı, bu kənd böyük kənddir. Bu kənd cəmaatı